ana hansı yaşda olsa dəyişsə faydadır. Övladlarını ötürdüyü enerji dəyişəcək. Baxın, o qədər möhtəşəm bir, incə bir məqamdır ki bu. Təsəvvür eləyin, elə duyğularım olurdu, onu təmizləyirdim. Gödürdü, görürdüm yenə. Axır anama zəng vurdum. Ay ana, sən də bunu belə bir şey yaşamısan, deyirdi ki, bəli, yaşamışam, bu var, bu var, bu. Ay, qurban olum, nə olar, onu təmizlə, texnikanı öyrətmişəm. Qoy mən də rahatlaşım. Bu yaşda da bizim analarımızın duyğusu bizə təsir etmiş. Ananın mitoxondrinləri uşağın bədənindədir. Bəli. Mitoxondrin nə deməkdir? Enerji bazası mitoxondrinlər. Nə deməkdir? Enerji bazası. Bizə enerji ötürülür. Baxın, Wi-Fi-da sizin telefonunuzdakı Wi-Fi ilə buranın Wi-Fi eynidir də. Kablo eyni ağa qoşulmusunuz. Düzdür? Biz ana ilə eyni ağdayıq. O nə dalğa verirsə biz o dalğanı qəbul edirik. Və düşünsək ki, biz enerjidən ibarətik və o enerjinin, onun ötürdüyü enerjini biz olduğu kimi qəbul edirik. Bu zaman niyə pozitiv qəbul etməyək ki? Niyə uşağımıza pozitiv göndərməyək ki?